və oğlumun itməsindən düz 1 il göz yaşı tökdüm. Qurban bayramı çatanda mən bir inək kəsmək istədim. Çoban, get ən yaxşı inək gətir. Onu Allah yolunda qurban kəsək. Çoban gedib tövlədən ən yaxşı inəyi gətirdi. Bu inək mənim yoldaşım idi. Mən bıçaq əlimdə inəyə tərəf yönəldim ki, onu kəsim. Amma inək kədərli göz yaşları ilə fəryad elədi. Mənim qəlbim narahat oldu. Çoban, bunu apar. Tövlədən buzov gətir. Fikir ver, buzov kök olsun. Çoban tövlədən buzov gətirdi. Bu buzov mənim oğlum idi. Buzov məni görən kimi sevincindən atdandı və elə mənə yalvardı ki, qəlbimdə izah olunmaz bir mərhəmət oyandı. Çoban, başqa bir inək getir. Bunu apar sürüyə qat. Bu dəhşətdir. Bu necə ola bilər? Ey ifrit!